Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bu müəllimlər 2027-ci ildə də sertifikasiyadan keçəcək. Sertifikasiya prosesi nəticəsində həm müəllimin nüfuzu artıb, həm də məktəblərə inam yaranıb. Günün xəbərləri El-Report istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli deyib. O qeyd edib ki, sertifikasiya prosesi başlayanda narahatlıqlar və suallar var idi. Bugün demək olar ki, təhsil verənlər prosesi uğurla başa vurublar. Müəllimlərin böyük hissəsi sertifikasiyadan keçib. Onların ciddi bir hissəsi əmək haqqına 35%, digərləri 10% əlavə alır. Bu prosesin nəticəsində həm müəllimin nüfuzu artıb, həm də məktəblərə inam yaranıb. Bu bizi sevindirir. Biz sistemimizdə üzərində işləyən, daha yaxşı təhsil verməyə can atan müəllimlərin yaratdığı müsbət dinamikanı görməkdən şadıq. Nazir müavini əlavə edib ki, sertifikasiyada istədiyi nəticəni əldə edə bilməyən təhsil verənlərin yenə də şansı var. 2022-ci ildə sertifikasiyadan keçənlər 2027-ci ildə yenə bu prosesdən keçəcəklər. Biz kifayət qədər nikbinik.